Bugün Python'da hesab əməlləri haqqında danışasıq. Adi riyaziyyatda olduğu kimi Python'da da proqramlar üzərində hesab əməlləri yerinə yetirilir. Bu hesab əməlləri riyaziyyatda hansı formada var idisə, eyni qaydada burada da biz hesab əməllərindən istifadə edəcəyik. Yəni, toplama, çıxma, vurma, bölmə hesab əməllərindən istifadə edəcəyik. Burada toplama, çıxma adi qaydada, bildiyimiz qaydada işarə olunur. Vurma ulduz vasitəsilə işarə olunacaq. Bölmə isə 3 formada icra olunacaq. Məsəl üçün, toplamanı yazmaq üçün A üstə gəl B bu formada yazırıq. Çıxmanı yazan zaman A çıxılsın B formasında yazırıq. Vurma yazdığımız zaman A ulduz B'dən istifadə edirik. Bölmə əməlində isə bir balaca fərqlilik var. Yəni biz burada A/B tək siləşdən istifadə edəcəyik, 2 siləşdən istifadə edərək bölməni yerinə yetirəcəyik, bir də faiz işarəsindən istifadə edərək bölmə əməlini yerinə yetirəcəyik. Bunların fərqi nədən ibarətdir? Bunları misal üzərində izah edim. Tək siləş adi bölməni ifadə edir. Məsəl üçün yazdıq 9 bölünsün 2. Bərabərdir. Adi bir qaydada 9-u 2-yə böləndə neçə eləyirsə, cavabı o formada yazırıq. 4,5. Məsəl üçün, cüt ədədi bölürük 2-yə. Bərabərdir. 5,0 yazasıyıq. Bu adi bölməni ifadə edir və adi bölməni yazan zaman mütləq biz orada tam hissəni və qalıq hissəni qeyd etməliyik. Yəni, bir dənə bölmədən istifadə, bir siləşdən istifadə edən zaman həm tam hissəni, həm də onun yanında kəsir hissəsini qeyd edəsirik. 2 siləş vasitəsilə bölmək isə bizə yalnız tam hissəni verəcək. Yəni 9 bölünsün 2, 9-un içərisində 2 neçə dəfə yerləşirsə, biz həmin tam hissəni bura qeyd edəsirik. Cüt ədədlərdə bölən zaman eyni qayda ilə tam hissəmiz neçədirsə onu qeyd edirik. Artıq burada kəsir hissəsini qeyd etməyə ehtiyac yoxdur. Faiz isə qalığı bildirir. Məsəl üçün, 9-u böldük faiz vasitəsilə 2-yə. Yəni, bu faiz qalığı bildirəcək. Yəni, 9-u 2-yə böləndə qalığımız nəyə bərabərdir? 1-ə bərabərdir. 17, tutaq ki, bölünsün 5. Qalığımız nəyə bərabərdir? 2-yə bərabərdir. Yenə qeyd edirəm. Tək siləş vasitəsilə bölmə adi bölmədir. Burada tam hissə və orada aldığımız kəsir hissəni qeyd etməliyik. 2 siləş vasitəsilə bölmə tam bölməni ifadə edir. Yəni bizim ədədimizdə tam hissə nəyə bərabər olacaqsa onu qeyd edəcəyik. Faiz işarəsi isə qalığı bildirir. Bunlarla yanaşı Python'da bizim istifadə edəcəyimiz qüvvətə yüksəltmə əməli var. Məsəl üçün, qüvvətə yüksəltmə əməlində 2 formada biz qeyd edə bilərik. A ulduz B formasında və yaxud da power funksiyası vasitəsilə A vergül B şəklində yaza bilərik. Ulduz B, məsəl üçün nümunə yazsaq, tutaq ki, hər hansı bir 3 üstü 4 ifadəsini hesablamaq istəyirik, qüvvət şəklində göstərmək istəyirik. Bunun üçün nə yazırıq? Bunun üçün yazırıq 3 ulduz 4. Yəni, bu da qüvvətə yüksəltməni bildirəcək. 3 üstü 4 bərabərdir 81 cavabı, 81 cavabını verəcək. Eyni qayda ilə power funksiyasından da istifadə edərək power əməlindən daha doğrusu 3,4 yazmaqla yenə də gəlib eyni nəticəni 3 üstü 4 bərabərdir 81 nəticəsini almış olasıq. Yəni, qüvvətə yüksəltməni 2 formada da göstərmək olar. Qüvvətə yüksəltmə ilə yanaşı bizdə daha bir funksiyamız, belə deyək, əməlimiz, hesab əməlimiz var. Bu da ABC hesab əməlidir. Bu isə ədədin mütləq qiymətinin modulunun tapılması üçün istifadə olunur. Tutaq ki, bizə mənfi ədədlər verilə bilər və biz mənfi ədədləri bizim proqramımızda bizdən şərt olaraq istəsək ki, klaviaturadan daxil edilmiş ədədin tutaq ki, natural ədədlər olub-olmadığını yoxlamaq üçün və yaxud da ki, belə deyək də, ədəd daxil edirik.
hər hansı bir ədədlər klaviaturadan istədiyimiz formada ədədlər daxil edə bilərik. Amma bizə onların içərisində yalnız natural ədədlər lazımdır. Ona görə də biz həmin ədədləri belə deyək, çevirmək üçün və yaxud da mənfi ədədlər müsbət ədədlərə çevirmək üçün moduldan istifadə edirik. Yəni ABC funksiyasından istifadə edirik. Məsəl üçün, nümunə üçün göstərək. ABC mənfi 5. Nəticə olaraq bizə müsbət 5 qiymətini verəcək. Yəni mənfi ədədləri modul işarəsi altına salır, modul daxilinə salır və bizə müsbət qiyməti ötürmüş olur.